Təyinə vəzifələrdən bugün içdən evrinin qaydasını izah edəcəm. İçin tərcüməsi hər bir deməkdir. İçdən sonra tək isim gələcək. İçdən sonra cəm isim və yaxud da ki, saliməyən isim gələ bilməz. İçdən sonra tək isim gələrkən bu zaman feil də, xəbər də təkdə tələb edir. Məsələn, each girl has a book. Hər bir qızın kitabı var. Each of ilə birləşir. Each of ilə birləşərkən özündən sonra ismi cəmdə tələb edir, amma xəbər, yəni feil yenə təkdə olacaq. Məsələn, each of the girls has a book. Hər bir qızların kitabı var. Each of ilə birləşdikdən sonra cəm isimlə birləşərkən of ilə ismin arasından z artiklı işlədilməlidir. Daha sonra keçirik every'yə. Every'nin də tərcüməsi hər bir deməkdir. Every də iç kimi özündən sonra tək isim tələb edir. Bu isim cəm isim və yaxud da ki, sayılmayan isim ola bilməz və xəbəri, feili təkdə tələb edir. İçdən sonra biz dedik ki, of gələ bilər, amma every'dən sonra of gələ bilməz. Every of ilə yalnız aralarına one daxil olarkən birləşə bilər. Məsələn, every one of olar. Amma every of ola bilməz. Every one of olduqda bu zaman xəbər yenə təkdə tələb edəcək. Məsələn, every girl likes skirt. Hər bir qız ətəyi xoşlayır. Bunu bilmək lazımdır ki, iç fərdi məna bildirir. Yəni sayı az olan 2, 3, 4, 5 sayı az olsun. Amma every ümumi bir mənanı bildirir, ol mənasında. Every bərabərdir ola. Every'nin digər fərqi odur ki, every, one, body, sing, where kimi sözlərlə birləşərək törəmə əmələ gətirir. Everyone, everybody, hər kəs. Everything, hər şey. Everywhere, hər yer. Törəmələrdən sonra isim gəlməz, törəmələrdən sonra of gəlməz və törəmələrin də xəbəri təkdə olacaq. Deməli, iç və every'dən sonra sayılən tək isim gələcək və xəbəri də təkdə tələb edəcək.